Əslində, Konstitusiya və Suverenlik ili çərçivəsində Ağcabədi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən Uşaq və Yeniyetmələrin Hüquq və Vəzifələri adlı layihə əsasında həyata keçirilən görüşlərin bir neçəsini eyni mətndə cəmləşdirərək məlumat hazırlayırıq. Çünki eyni məqsədli tədbirdə sadəcə çıxışçılar və məkanlar fərqli olur. Amma məhz Afşar kəndində keçirilən görüşümüzü ayrıca hazırlamaq istədim. Çünki bu görüşdən fərqli təəssüratlarla ayrılmışdıq. Qoy yaxşısı budur, lap başdan başlayım. Layihə çərçivəsində məktəblərdə uşaq və yeniyetmələrin hüquqları, azadlıqları ilə bağlı, o cümlədən erkən nikahlara, qohum evliliklərinə, zərərli vərdişlərə qarşı maarifləndirici söhbətlər aparır, şagirdlərlə diskussiyalar şəklində problemlərin səbəblərini, gedişatını, nəticələrini müzakirə edirdik. Digər kəndlərdən fərqli olaraq, Afşar kəndinə gedərkən daha ətraflı bir çıxış düşünmüşdük. Söz yox ki, bu kəndin insanların mərdliyi, qonaqpərvərliyi, qədim Oğuz boylarından olan Afşarların ağsaqqala, ağbirçəyə verdiyi dəyəri hər birimiz bilirik. Amma bu kənddə qohum evliliklərinin, erkən nikahlarının çoxluğu açığı diqqəti çox çəkdiyi üçün biz də qızlarımıza öz hüquq və azadlıqlarını bilmələri, erkən nikaha qarşı mübarizə aparmaları, qohum evliliklərinə yox demələri məqsədi ilə təbliğat aparacaqdıq. Amma görüşdə tamam başqa mənzərə ilə qarşılaşdıq. Oxumaq üçün şəraiti birinci ailə yaratmalıdır. Məsəl üçün biz evdə 4 bacı qardaşıq. Bacım oxuyur, bacımla mən oxuyuram. Qardaşım, balaca bacım çox balacadır. Qardaşım biraz məktəbə zada gəlməyə belə dağallıq edir. Onun belə üstündə dururlar ki, oğlum uşağı olsa belə veyil gəzməsin. Yəni, mənim bacımla mənim oxumağıma səbəb ailəmdir. Hər bir şey ailədən başlayır. Məktəb ikinci evimizdir. Birinci tərbiyə evimiz ailədir. Hər biri ailədən başlayır. Hər bir ailənin güzgüsü məktəbdəki şagirddir. Əsasən düşünür ki, böyüyəcək, bu böyüdükdən sonra onu başa düşəcək ki, mən onunla evlənmək istəmirəm, razı olmayacaq, ona görə 15, 16, 17, bəli, gözü açılmamışdan o uşağı evləndirmək istəyir ki, gözü açılmasın, sonra narazılıq eləyər, eləyik o bayıq aramızda, bəli. Sonra, arkadakı qızımız heç danışmır, qoy bir kənada desin. İndi müəllim qız vurğuladı ki, bəs oxuyan qızları heç kim qaçırda bilməz. Oxuyan qızları qaçırda bilməzlər ki, səbəbi də odur ki, oxuyan qız öz hüququnu tələb edir. Ki, mən oxuyuram da, sənin nə hüququn var ki, mənə belə bir hərəkət edirsən. Plusla ki, bu deyirək valideynlər ki, bəs bazı vaxtda uşağı verək. O da birincisi, mənim yaşadığım yerdə hamı insana birə bəhəbəsdir. Məsələn, o verdi aydan, mənimki qaldı, mən də onu verim. O bəhəslə gəlirlər. Məsələn, yaxşı oldu, pis oldu, elə verir ki, başımızdan azadlığa geçsin. Əsas valideynin əsas xüsusiyyəti olmalıdır ki, məsələn, mənim qızım böyüməlidir, mənim qızım oxumalıdır, gələcəkdə savadlı olmalıdır, yəni müəllim, həkim fərqi yoxdur. Ayağın üzərində durmalıdır. Bəli, ayağın üzərində durmalıdır. İkinci planda isə o gələcək həyatı qurmaqdır. Əsas həyat odur. Bizim ki, mənim yaşadığım yerdə çox valideyn deyir ki, oxumaqsa da olar, oxumaq nəyər ki, bu vaxta qədər oxuyanlar nə qayırıq ki, o düşüncü ilə yaşayırlar. Amma ki, mən elə bir tanıyıram ki, müəllim, demək olar ki, qız 7-ci sinifdən çıxdı, məktəbdən getdi, oturdu evinə, anası, atası bütün əşyonu qadağ elədi ki, sən oxuya bilməzsən, qız uşağı çölə çıxmaz, qız uşağı onu eləməz, qız uşağı onu eləməz. Amma ki, əslində elə olmamalıdır. Əsas qız uşağı oxutmalıdır. Çünki qız uşağı gələcəkdə oğlan kimi gedib hansısa bir yerdə fərqli işləyə bilməz. Oğlan gedib hansısa oğlan uşağı hansısa gedib bir yerdə fərqli işləyə bilməz, qız uşağı eləyə bilməz axı onu. Ona görə ən əsası qızlarımızı oxutmaqdır, ən əsası təhsil almağımızdır. Yəni bunu düşünməyən bu şeydə, dövrdə onu düşünməyən valideyn varsa, o valideyn heç olmasın da, olması heç olmaması daha yaxşıdır məncə. Bizim ətrafımızda mənə Uşaq yaşdan bəri cehiz alıb yığırlar evə. Cehiz alıb yığırlar evə. Və sənin cehizlərin hazırdır, sən yola sala bilərik. Oxumağa meyillənmir də, Pulu təhsilinə, hazırlıqlarına, kurslarına yox, cehizlərinə verirlər. Sənə bugün bunu aldım, sənə bugün onu aldım, sən qab-qacağın hər şeyin hazırdır, artıq sən evlənə bilərsən. Uşaqları belə də meyləndirirlər. Düz deyir. Və yaxud da belə uşaqları... Gözü açanda bu cehiz düşüncəsi. Uşaqları balaca vaxtdan göbək kəsdi eləyirlər. Artıq o qız 15 yaşına çatanda
valideyni deyir ki 15 yaşına çatdı, siz mənə söz vermirsiniz də, verməlisiniz. Nə qızın fikri Nə qızın, nə oğlanın. amma bəzi ailələr var ki, bunu eləyir, 15 yaşında qızın verməsə belə artıq məcbur qalıb verirlər də. Bu kənddə nə qədər olub elə şeylər. Bu da problemlərdən biri. Buyurun qızım, maşallah. Mən danışmayacağım, buyurun danışın. Deyirlər ki, elə səni indi maşına mindirib ərə vermir, amma bax belə də deyənlər var. Elə belə deyir də sözdür, aramızda qalsın, o öz evində qoyur. Sonra sabahsı gün belə, bayramdır, gəldi, nə var, qonaq qala. Sonra sabahsı 17 yaşın oldu. 18 yaşını keçdin, ta getməlisən, nişandır, vaxtdır. Camaat qohu məqrəbə görür, bu qədər də olmaz. Nəsə dağır, xəstə var, qoy tezir. Belə olur. Amma mən onu deyirəm ki, 50% valideyndənsə, elə qızlar var ki, 50% da özünü verir. Yəni, sırf valideyn üstünə tullamaq lazım. Qızın özündə var, amma bayaq qızımız da vurguladı. Qız gözün açandan evdə təbliğatı görür. Cehiz yığılırsa, əlinə kitab verilmir, cehiz yığılırsa, o söhbətdə ki, ailə İkinci olmaqda cümlə o qıza deyir, sən məsələn, Kur'an-ı sən istəyir, qız desin ki, ala, bu söhbət bağlansın. Amma qız deyir ki, hə, kimdir, baxım, nətər, onun da qızda da var problem. Allah, qızda da var problem var. Mən sual olacaqdı, sadəcə biz istəyirik ki, onların fikirlərini Valideynlər. Amma elə valideynlər var ki, təhsil almasınlar. Amma Özləri, deyirlər. amma deyirlər ki, mən təhsil almamışam, görürəm ki, əziyyətlər çəkirəm. Övladım təhsil alsın. Bir də bəzi valideynlər var ki, uşaq kukla ilə oynayan yaşında durub uşaqla oynayır. Mənim də bir sözüm var. Məsələn, sinifdə və ya ətraf mühitdə, qohumda, qonşuda uşaqlar qızlarını nişanlayırlar. Kənardan baxırlar, deyirlər ki, bəs mənim qızım qaldı, bu da nişanlansın. Nəyə görə bunu nişanlansınlar falan. Həm o qızın ailəsi, yəni ailənin qızı, məsələn, deyir ki, ona hədiyyə alırlar, telefon alırlar. Yəni, nəyə görə mənə olmasın, nəyə görə mənə almasınlar falan. Yəni, artıq onun ağlında bu cür düşüncələr yaranır. Elə qızlar var ki, elədir. O qızlar da hardan gəlir əslində qızım? Ana ailənin günü WhatsApp-da kiməsə qırmızı qızılına baxır, gəlinliyinə baxır, evinə baxır, ay nələr Deyir, ay Allah, nə qədər Qız da artıq bunu özünə götürməyə başlayır. Yəni, deyir ki, yəni, nəyə görə onun olsun, mənim olmasın da, yəni mənim olsun. Artıq onda bu cür düşüncələr yaranmağa başlayır. Yəni, ətraf mühitdən də asılıdır, yəni ətrafımızdakı adamlardan, bəli, ona görə də, yəni, bunu qarşısını almaq da lazımdır. Həm də ki, məsələn, ailəyə verirlər, onu evləndirirlər, deyirlər ki, yəni, geçsin, evləndiyi adam baxsın da ona, yəni, bizim üstümüzdə belə bir şey. Bax, bir səbəblərdən biri yük kimi görmək. Qızın başından eləyim, canım qutlasın. Təhsilinə pul ayırmayım, pulum yoxdur. Amma cehizimə en qədər pul ayıra bilirəm. Və gəlin sonra elə olsun, 2 uşaqla qaydada 3-ünü də saxlaya bilirəm. Ona görə də təhsilinə pul ayırmaq. Mənim fikrimcə, əgər bir valideyn o uşağa baxa bilmirsə, o uşağı dünyaya gətirməməlidir. Nə üçün sən onu 15 yaşında başqa birinə təcavüzə yola salırsansa, sən o uşağı heç dünyaya gətirməsən, bağışla, ondan daha yaxşı olar. Daha yıxdılar qızın valideynin üstünə. 50% qızın valideynindədirsə, 50% də oğlanın valideynindədir. Sənə heç kim o haqqı verməyib ki, sən 15 yaşlı bir qıza elçi gedəsən. Bəli, bu da bir başqa problemdir. Amma bu uşaqlar 6-7-ci sinifdən çıxardılar, bəzi yaşlarından böyük toya göndərirlər. Onda niyə deyirsən ki, qız uşaqsa məktəbə ta getmək üçün səni görməsin, elə amma aparırlar bir-birə millətin içinə toya. O olmamalıdır. Qız uşağı 11 illik məktəbdə təhsil almalıdır. Amma 7-ci sinifdən çıxardırıb aparırlar ki, yox, sən qız uşaqsan, ta məktəbə getmək, elədən. Amma sərsi görürsən ki, aparırlar toylara, qızlar yaşlarından böyük eləyirlər, deyirlər, deyirlər, deməzlər ki, bu qızın 14 yaş var, 15 yaş var, yox 18 yaş var. Hələ qızlar da elçi gedirlər, qızlar elə bilirlər ki, Bir də, yaxşı məqamata olmuş telefon. Eşidəcəm, sən də özüm. Telefon dediniz. Telefon, demək olar ki, burada məsələn 50 nəfər varsa, 48-nə, 47-nə telefon var. Telefonu iki cür, yəni pis cəhətlərə işlətmək var, yaxşı cəhətlərə işlətmək. Mən təhsil alıram, tarix, yəni bildiyiniz kimi tarix oxuyuram. Tarixdə müəllim nə qədər izah edir, tam anladım. Məsələn, elə nöqtələr olur, elə nöqtələr olur ki, mən onu kitabda tapa bilmirəm. Mən telefondan yararlanıram. Telefonu niyə pisə işlədək ki biz? Olmaz ki, biz yaxşı cəhətlərdən telefon istifadə edək və yəni ətrafımızda insanlar var ki, telefon işləyən qızlara pis baxırlar. Niyə bilmirəm? Çünki yəqin onlar özlərində elə təsəvvür yaradırlar və onlar ətrafında... Onlar telefonu TikTok deyə təsəvvür edir. Amma əslində
Gözəl tərəflərdən Yox, istifadə edə Çox gözəl, yəni YouTube proqramı var, Google proqramı. Mən onlarda çox yaxşı şəkildə yaradanıram. Yəni telefon işləyən qıza pis baxmaq, yəni Bir balaca qızımız vardı, orada nəsə demək istəyirdi. Mən də demək istədiyim budur ki, insanlar gəlir deyir ki, mənim qızımın artıq elçi gəlir, istəyirlər. Sənki istəmirlər. Mənim qızım nişanlandı, sənki getmədi. Amma psixoloji təsirlər bəli. Belə deyirlər. Mən burada anladım ki, mən qızımı geyindirim, keçindirim, don geyindirim, bəzəndirim, axşam toylarda göstərirəm. Belə istəyirlər. Amma orada valideyn deməlidir ki, yox, mən qızımın arxasındayım və onu oxutmaq istəyirəm. Mən nəyə görə qızımı gələcəm məktəbə? Bəli, bu qızlar Afşar kənd 1, 2 və 3 nömrəli orta məktəblərin şagirdləridir. Göründüyü kimi ürəkləri doludur. Onların hər biri danışmaq, söz demək, bəzən mülayim, bəzən üsyankarcasına fikirlərini bildirmək istəyirdilər. Hətta aralarında bu görüşlərə məhz valideynləri çağırmalı olduğumuzu söyləyənlər də oldu. Doğrusu, bir çox məktəblərdə fəal şagirdlərlə rastlaşırıq və onların əlaqə vasitələrini də götürürük. Amma hər məktəbdə xüsusi fəal olan şagirdlərin sayı sadəcə 3-4 nəfər olurdu. Amma Afşar məktəblilərinin isə demək olar ki, yarıdan çoxu danışmaq istəyirdi və biz bir şeyi anladıq. Heç də bu qızların hamısı xəyalımızdakı kimi erkən evliliyi, qohum nikahlarını normal hal kimi qəbul edən qızlar deyildilər. Onlar hər şeyi aydın görür, bu nikahların zərərlərini gözəl anlayır, təhsil almaq, inkişaf etmək, həyatlarını məhv edən ənənələrdən canlarını qurtarmaq istəyirdilər. Amma bunu nə qədər bacarırlar? Bax, bu sual altındadır. Çünki gözəl danışmalarına baxmayaraq, onların bəzilərinin baxışlarından həm də çarəsizlik boylanırdı. Və elə ona görə də bura bizdən çox valideynləri toplayın deyirdilər. Biz buradan o qızların səsinə səs verərək həmin kəndin ağsaqqallarına, ağbirçəklərinə səslənirik. Bu kəndin qızları öz sözlərini deməyi bacaran, gözəl düşünə bilən, aydın fikirlər yürüdən qızlardır. Xahiş edirik, əziz ağsaqqallar. Valideynlər arasında təbliğat aparın. Qoy o qızların səsi evlərinizin divarlarına dəyib qayıtmasın. Mətbəx künclərində boğulmasın. Qoy o qızların səsi parlament binasından, səfirliklərdən, uca yerlərdən gəlsin. Çünki biz onlarda bu potensialı gördük. Çünki onlara meydan verilsə, tək özlərinin yox, çox insanların haqqını müdafiə edə biləcəklərinə inandıq. Gəlin əl-ələ verək. Gəlin qızlarımızı oxudaq. Gəlin onların arxasında dayanaraq böyük gələcək qurmalarına, ölkəmizin inkişafında yaxından iştirak etmələrinə şərait yaradaq və həmin qızlarımızla hər zaman fəxr edək. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi.